Salam değerli izləyicilər, İsmayılı rayonu ərazisindən təqdimatlarımız davam eləyir. Bu gün isə Quşenqə kəndindəyik. Quşenqə kəndinin aşağı məhəlləsi sayılan ərazisindəyik. Asfalt yoldan hardasa bir 200-300 metr içəri girəndən sonra, yəni uzun bir yol idi, asfalt yolundan gəldik. Sırf bu torpaq sahəsinə gələndə hardasa bir 200-300 metrə, yəni asfalt çəkilməmiş bir yolla qalxdıq. 23 sot torpaq sahəsidir. Bax, belə bir ərazidə yerləşir. Gördüyünüz bu ev fundamenti bərk atılmış olsa belə hal-hazırda yaşayışa yararlı deyil. Bura tam əsaslı ya təmir olunmalıdır, ya da üst hissə sökülüb təzədən tikilməlidir. Çünki uzun illərdir yaşayış yoxdur bu evdə. Ona görə də artıq yaşayışa yararsız hala gəlib. Qazı işığı buranın daimidir. Su burada kənd cəmaatı bulaqdan gətirir və siz həyətdə böyük bir çən qoyub onu doldurub elə istifadə edə bilərsiniz. Telefon xətti var, internet var. Belə bir ərazidir. Buradan baxanda bizim ərazimiz gəlir çıxır bu sərhədlərə qədər. Bu sərhədlərdən də üzü aşağı artıq dərədir. Sol tərəf qonşudur, arxa tərəf qonşudur. Bu tərəflər isə boşdur, ümumiyyətlə ora dərədir. Orada yaşayış yoxdur. Belə bir yaşıllığın içindəyik. İndi gedirəm sizə. Görüm, dərəni göstərə biləcəm, yoxsa yox. Dəyərli izləyicilər, 18.000 manata təklif olunur bu torpaq sahəsi. Bir daha təkrar edirəm, 23 sotdur. Sənədləri var. Alqı-satqı zamanı alıcı tərəf kupçasın, yəni çıxarışın alacaq. Burada belə bir dərə. Çox gözəl yerdə yerləşir. Belə bir yerdir. Ətraflı məlumat almaq istəyənlər qeyd olunan nömrələrlə əlaqə saxlaya bilər. Videolara bəyənməyi, şərh yazmağı, kanala abunə olmağı unutmayın. Hər kəsə dəstəyi üçün minnətdarlığımı bildirirəm. Sizə bol şans arzuluyuram. Satıcılara da, alıcılara da. Növbəti təqdimatlarda görüşmək ümidi ilə. Sağ olun.